ev halında sizlərə negativlərdən təmizləmənin qaydasını öyrətmək istəyirəm bu günlərim. Hər biriniz soruşursunuz və bəzi insanların imkanı çatmır. Gedib kimlərəsə təmizlətirsin və yaxud da vaxt eləyə bilmirlər. Bunun üçün götürürsünüz bir ovuc torpaq, az su götürürsünüz. Yəni 1 litr su götürə bilərsiniz. Qarışdırırsınız torpaqla suyu və oturulu şəkildə bu duanı oxumalısınız. Oturursunuz bir qibləyə, oturursunuz əzizlərim və su ilə torpaq qarışdırılmış bankanı və yaxud da qabı qoyursunuz ayağınızın böyrünə, sağ ayağınızın böyrünə. Sağ əlinizi alnınıza qoyursunuz, bilirsiniz ki, negativlər insanın düşüncələrinə, fikirlərinə gəlir birinci növbədə. Qoyursunuz əlinizi, sağ əlinizi alnınıza və 7 dəfə bu açıqlamada yazdığım duanı oxuyursunuz. Oxuyandan sonra əlinizə üfürüb bütün başınızdan ayağınızın altına qədər çəkirsiniz əlinizi. Sonra isə suyu üfürürsünüz. Həmən suyu bir ağacın evdən uzağa, ağacın dibinə, otluğa tökə bilərsiniz, mundar yerə tökməyin və yaxud da bastıra bilərsiniz yerə. Bunu soruşasınız Fərqan xanım, neçə gün eləyək? Demək olar ki, üstünüzdən, üzərinizdən getdikcə həftədə 2 dəfə eləyə bilərsiniz bunu. Allah əmanət olun, aldım, qəbul etdim. Yazın əzizlərim, paylaşın və etiketləyin. Allah əmanət olun.